Teşekkürler sual için. Bence önemli meseledir. Yani evvela Orta Doğu'da, yani bizim komşularımızda, yakın komşularda ve Orta Doğu'da e, ölkəlerde hadis olan meseleler ister istemez bizi direkt veya indirekt etkili tesir altına alır ve biz orada hem İran vasıtasıyla tesir altındadır. İran devleti o tesir içindedir. Bir de bizim harekatımız, yani Azerbaycan'da edən Türk Milli Demokratik Harekatı bu hadisələrin içindən hiç ister istemez etkilenir. Ona göre biz bu hadiselere bakmamız ve biraz da Azerbaycan ya Güney Azerbaycan'ın penceresinden buna bakmamız önemlidir. Yani ne olacak, ne olacak ve onun təsiratı Güney Azerbaycan'da, İran'da ve bizim milli harekatımıza ne olabilir diye biraz gözden geçirmemiz da yaxşı bir şeydir. Bakın, çok ilginç bir noktaya işaret ediniz. Orada bir anlaşmaya varılıbdı. Məzlum Əbdi, SDG, yani o Kürt, yani çoğunlukta Kürt güclərlə Suriye'de yeni merkezi ve geçici merkezi devletin başkanı, yani müvəqqəti cumhurbaşkanı diye onun arasında ve elə bir anlaşmaydı ki, umumiyyətdə, yani bir istisna ile ki, İran'dı ve muvafiqdəydi ondan, tamam devletler ondan razıydı. O cümleden Türkiye ki daha çok hassasiyetle hadiseleri, yani Suriye'nin içindeki hadiseleri gözden geçirdir. Buna baktığımızda bu tabiyyətən bu fikri ve bu sual meydana gələ bilər ki, necə olubdur ki, yani hətta fərqli güclər belə ama bu anlaşmadan razı çıkıblar. Ona geldiğimizde anlaşmanın bəndlerine ya maddelerine baktığımızda orada herkes, yani her bir siyasi güc diye hem yani Suriye'nin içinde dahili gücler, mesela Kürtler ya hemen Şumalda olan gücler ki, umumiyyətdə daha çoğunlukta Kürtlerdiler, elbette başkaları da onların içinde vardılar. Sonra da merkezi devlet, ondan sonra Türkiye, ondan sonra Amerika, İsrail, İsrail. Çünkü İsrail'in tabiyyətən bu gelişmede çok yani etkilenir ve çok ciddice izleyir Suriye'ni ve hatta böyle Suriye'nin hani son zamanlarda dikkat elədik ki, yani Suriye'nin o ordusunu fələc elədi ki, yani Suriye'nin devletinin ordusu yoktu. Yani elə bir durumdadır Suriye'nin bu yeni devlet ki, ordusuz bir devletti. Yani tarihte az görülen, çok az görülen ordusuz bir devlet. Şimdi devlet esasen devlet olmasını bir türlü onun siyasi ve askeri gücünden, ordusundan alabilir gücünü, ama elə bir Suriye'nin gücüne saldılar ki, ordusuz bir devlet orada ayakta durur. Herhalde yani mesela Amerika neden razıdır? Suriye, İsrail neden razıdır bu anlaşmadan? Niye Türkiye razıdır? Niye Kürtler razıdır? Herhalde Suriye'nin Kürtleri de Türkiye'nin devletinden çok hassasiyetle izlendirir. Hatta savaş yani orada devam edir. Hatta ile bu anlaşıp danışır. Orada da vaziyet hoş durumda değildir. Ama razı çıktılar. Onda bu anlaşmanın maddelerine baktığımızda orada bir türlü herkes özünü bir maddede, yani bir türlü menfaatlerini orada görməkdədir. Əvvəla birinci maddəsində bir baxaq buna bir maddə. Birinci maddəsində Suriyeliler, yani siyasi süreç, yani Suriyeliler hamısı onların hani milli kimliklerine ya etnik kimliklerine bakmayarak veya dini kimliklerine bakmayarak Suriye'nin siyasi sürecinde iştirak etmeleri nəzərə alınıbdır ki, elbette bu normal bir şeydir, yani bir yeni devletin kuruluşunda umumi bir şeydir, ama ikinci maddesi önemli bir maddedir ki, fikr edeyim hemen bu ikinci maddede Suriye'nin Kürtleri veya hemen SDG güçleri ki, onun Məzlum Əbdi nümayəndəlik edir müzakirədə, onlar bu ikinci maddeden yani özlərinin mənfəətlərini bu ikinci maddede görürlər. Çünkü ikinci maddede deyir ki, Kürt toplumu, dikkat edelim diye burada, yani Kürt toplumu Suriye'nin ayrılmaz bir bölümü kimi hesabı olur. Yani yalnız Kürtler bir şehirvənd kimi değil ya bir vatandaş kimi değil, belki toplumsal, yani onun Kürt toplumu burada söz konusu değil. Hani o maddenin devamında bir şey var, çok ilginçdir. Yazır ki, yani Kürt toplumu Suriye'nin gelecek devletinin ayrılmaz bölümüdür. Orada, yani o devlette hem vatandaş hukukları, eyni halda anayasal hukuklar Suriye tarafından
qarantı altına alınmalıdır deyə. Yəni burada yalnız vətəndaş deyil, yəni bu vətəndaş haqları, bəlkə orada kollektiv haqlar da, yəni Kürt toplumu haqları da bu ikinci maddədə yerləşir və mən fikir edirəm ki, bu ikinci maddə o maddədir ki, Kürtlər onun əsasında bunu imzalayıblar. Çünki bu anayasal, yəni vətəndaş haqları, yəni bireysəllərin, fərdlərin haqları, amma anayasal haqlara gəldiyimizdə orada iki bölüm var. Bir bireysəllərin haqları ki, vətəndaş haqqı olur, bir də kollektiv ya cəmi və ya toplumsal haqlar mətni vardır uluslararası hüquqda ki, fikir edirəm təbiətən o gəlişmə anında bu məsələ toplumun, Kürt toplumu deyəndə buradakı Kürt toplumu, əməldə Kürt toplumu da yəni kollektiv və ya yəni toplumsal hüquqları da diqqət mərkəzinə almağı lazımdır. Bilirsiniz, bu bəndlərə sonra komitələr quracaqlar ki, üstlərini işləsinlər və gəlişdirsinlər bu bəndləri. Məsələ, burada yəni Türkiyənin də razı salan məsələ, yəni Türkiyə devlətinin razı salan məsələsi əvvəldə Türkiyə, yəni Suriyədə bölünmə olmama, yəni dağılmama, bölünmə və ya başqa bir devlətin qurulmasının qarşı olmasıdır. Çünki burada Suriye'nin bütövlüğü söz konusudur. Bir tərəfdən də burada mesela Türkiye'nin muhalifi olarak mesela federal sistemin kuruluşu ilə də burada adı çəkilmir. Yəni burada sistem quruluşunda bir uniter sistem kimi meydana gəlir və heç belə qeyri-mütəmərkiz və ya federal adı da gəlmir və bu göstərir ki, yəni Suriye'nin, Türkiye'nin rızayəti də burada həm Suriye'nin dağılmaması, eyni halda toplumda Kürtlərin toplumsal hüququ meydana gəlməməsi burada diqqətlə gəlməyib da. Yəni anayasal haqlar ünvanında gəlib ki, gələcəkdə. Yəni bu anlaşma bu anı da həm Türkiyəni biraz sakinləşdirir, həm Suriye'nin için sakinləşdirir. Eyni halda ən önəmli bölümlərindən bu anlaşmada Suriye'də Kürt bölümü Suriye'nin bütövlüğü, yani bütövlükte o devletin içine girir ve bir bütöv devlet kimi kurulması için yeni hani kurulan geçici Cumhurbaşkanı ya El-Şera adlı Cumhurbaşkanı, onların da rızayeti bu anlaşmadan Suriye'de, yani Suriye'nin şimalında olan Kürt güçleri ordunun, yani Suriye ordunun sıralarına geçmesi ve o bölge Suriye'nin ayrılmaz bir bölgesi kimi burada qeyd olması, yani Suriye'nin bütövlüğünü təmin etmesi için de mərkəzi dövlət tərəfindən, yeni mərkəzi dövlət tərəfindən qəbul olunmuş bir vəziyyətdədir. Eyni halda burada bir 7-ci maddədə vardır ki, işarə olur ki, yani həm şimaldakı güclər o SDG və həm də mərkəzi dövlət bölücülərdən də, yəni o təcziyə edən güclər və ya bölücü güclərin qarşısında müştərəkən durub və onlarla mücadilə aparmalıdırlar deyə işarə olur. Yəni burada bu anlaşmada baxdığımızda təbiətən istər-istəməz bu anlaşma Amerikanın təvafuqu ilə və onun rızayəti ilə olmuşdur. Əgərsə Amerikanın rızayəti orada vardırsa, onun arkasında İsrailin rızayəti vardır. Bu cəhətdən vardır ki, bildiyiniz kimi bu anlaşmanın yazılmasına Məzlum Əbdi, yəni o SDG güclərin rəhbəri Amerikanın vasitəsilə, Amerikanın helikopteri ilə Dəməşqə yaşama gətirilib də orada və onların paygahlarında, üstlərində oturublar və bu anlaşmanı imzalayıblar ki, yəni onun əmniyyəti təmin olsun deyə. Hər halda yəni Amerikanın rızayətdə müddəasındadır və bu cəhətdən amma İran müxalif mövqeydədir. İran müxalif mövqeyi bu idi ki, təbiətən Suriye'nin devlətini əldən verdi. Burada Suriye'nin devlətini əldən vermək üçün, geri almaq üçün Xamneyinin sözlərinə diqqət edəcək. Orada deyir ki, Suriye'nin cavanları bu devləti götürəcəklər və yəni öz istədiyi devlətləri quracaqlar. Yəni istədiyi devlətləri deyə də Bəşar Əsədin geri döndərməsini filan. O cəhətdən yəni İranın ümidi bu idi. Hətta danışdılar da İranın hani Vizarəti İttilaatına bağlı olan insanlar da danışdılar ki, biz indi yalnız bir şəraitimiz var ki, bu yeni qurulan devlətin qarşısındadır. Odur ki, Suriye'nin Kürtlərindən himayət edək. Amma indi Kürtlərin bu imzanı, yəni bu anlaşmanı imzalaması da təbiətən istər-istəməz İranın üçün xoş gəlməyəcək. Yəni İran
o istədiyi, yəni Suriyədə yaradan Kürdlər vasitəsilə böhran yaratma məsələsində yəni çözülmüş olmuş durumdadır və İran təbiətən bu anlaşmadan razı olmayacaq, çünki Kürdlərdən o lazımi istifadəni eləməyəcək. Eyni halda əlbəttə orada Kürdlər Amerika himayəti bir tərəfdən, bir də İran himayəti gəlirdi. İstər istəməz yəni bunlar Amerikanın himayətini daha önəmli gördülər və elə o əsasda da əməl edilər və bu anlaşma imzalandı. Ona görə İran dövləti bu şeydən, bu anlaşmadan narazı olarak, amma hər kəs razıdır. Əlbəttə bu anlaşma ilk aşamalarını geçirdi. Yəni çox hani yalnız ünvanlar mətrə olubdur. Bunlara komitələr qurulacaq. Yəni, hər bir bəndə bir komitə lazımdır ki, onu gəlişdirsin. Bu gəlişmə hara varacaqdır deyə, yəni gələcək Suriye'nin anayasasında bu bəndlər necə tənzim olub yazılacaqdır. Bir bu gəlişməyə yəni Suriye'də yəni gəlişməyə, Suriye'də yəni fərqli güclərin arasında dəngənin qurmasına əlaqəsi, yəni çox ciddi əlaqəsi var. Əgərsə bu siyasi dəngə bir tərəflə mərkəzi dövlət tərəf axırsa, bəlkə bu birisi güclər, indi yalnız indi Kürdlərdə deyil də, Suriye'də Kürdlər vardılar, Druzilər vardılar, Ələvilər vardılar və Sünnilər ki, yəni, çoğunluqda Sünnilər təşkil edir. Bu balans, bu fərqli kəsimlərin öz bölgələrin idarə etmə haqları da, Kürdlər öz bölgələrini idarə etsin, Druzilər və Ələvilər. İndi bu siyasi dəngə ya siyasi əskəri dəngə qurulacaqmı, qurulmayacaqmı, nə qədər qurula biləcəkdir, onun əsasında gələcək anayasa yazılacaq. Amma buna diqqətimizi almalıdır ki, Türkiyənin rəzayəti əlbəttə ki, yəni bu həssasiyyət ki vardı Kürdlərin güclərinə, burada biraz yəni Türkiyənin rəzayəti əlbəttə bir cür anlaşma rəzayəti kimi nəzərə gəlir. Çünki burada indi yəni Kürdlərin mövcud əskəri gücləri Suriye'nin ordusuna girəcəkdir. Yəni Suriye'nin ordusu hesab olacaq. Amma eyni halda bu ordu elə o Suriye'nin o bölgəsində, Kürdlər bölgəsində qalacaqdır. Yəni əməldə yəni əməldə onların elə əskərləri olacaq. Yəni ordusu, əskəri gücü olacaq və əskəri güc daxili ordunun hesabında olacaq. Amma o əskəri güc bir ideolojik siyasi gücdür ki, keçən 10 il içində savaşıblar və o bölgədə əməldə o bölgədə əgərsə bir yerel dövlət qurulursa, o yerel dövlətin də özünün ordusu var kimi hesab olacaq. Baxmayaraq ki, formalite olarak Suriye'nin ordusu hesab olur, amma o güc o bölgəyə aid və ya o siyasi gücə aid bir əskəri gücü də o SDG-yə. O cəhətdən indi o nə cür həll olacaqdır deyə gələcək yəni aylar və ya illərdə değişim ne olacaq, orada onu diqqətlə görmək mümkün olacaqdır. Yunus müəllim, mən sizə təşəkkür